Salam əziz izləyicilər, hər birinizi yenidən xoş gördük. İkinci bölmənin növbəti mətnindəyik. Mənəvi dəyərlər bölməsidir və 8 rəqəmi və tariximiz haqqında belə bir yeni mətn əlavə ediblər. Bu mətndə siz oxuyub yəqin ki vaxt sərf edib onu başa düşəcəksiniz. Heç bir çətinliyi yoxdur. Mən də burada oxumuşam mətni, sadəcə tapşırıqları sizinlə birlikdə işləyəcəyik. Deməli, burada nə var? Burada ümumiyyətlə 44 gündən, rəqəmlərin tarixindən danışır, oxuyub yenə məlumatınız olacaq və keçək tapşırıqlara. 44 gün dedikdə yadınıza nə düşür? Əlbəttə ki, bilirik ki, 44 günlük müharibə və bizim xalqımızın zəfər tarixi, zəfər müharibəsi və zəfər mübarizəsi yada düşür. 44 gündə bizim igidlərimizin Qarabağ torpaqlarını geri qaytarması yadımıza düşür. Növbəti tapşırığımızda həyatınızda sizin üçün xüsusi önəm hər hansı bir rəqəm varmı? Məsələn, məndə xüsusi bir rəqəm yoxdur, amma sizin üçün hər hansı bir xüsusi rəqəm varsa, nəyə görə bu sizin üçün xüsusi rəqəmdir? Bunu müəlliminizlə danışarsınız. Bu sizin şəxsi təcrübənizə əsaslanan bir tapşırıqdır. Keçirik söz ehtiyatına. Mən mətni oxumuşam, söz ehtiyatına görə bu söz boğçasında bu sözlərin mənasını sizə deyəcəyik. Sonrakı tale müqəddəratdır. Müqəddərat. Bolluk, firavanlıq, rifahdır. Qayda, bu qayda ilə minvaldır. Əhatə etmək, bir şeyi ümumiyyətlə baxaq, xüsusi müstəsnadır. Məruzə qaldırılan bütün problemləri əhatə etmək, ehtiva etməkdir, buradakı mənasına görə. Etmək. Yazımda biraz səliqəsizlik ola bilər, üzrlü sayın. Asosiasiya. Buradakı asosiasiya sözünü tapaq. Çünki burada asosiasiya B variantına görədir. Bu nə deməkdir? Burada deyir ki, 8 rəqəmi daha çox, uzun illərdən bəri 8 rəqəmi xanımlarla asosiasiya olunur. Yəni, xanımlarla əlaqələndirilir. Çünki tarixi 8 martla əlaqəlidir. Ona görə, bu mətnə görə, asosiasiya digər mənada A variantdakı mənanı bildirir. Amma buradakı mənası əlaqələndirmək mənasındadır. Ona görə biz B variantını seçirik. Nə anladım? Mətnin məzmunu deməli, burada mətnin məzmununda dünyanın 7 göy qurşağından tutmuş, 8 rəqəminin tarixindən, hətta 44 rəqəmindən, ümumiyyətlə 8-in bizimlə bağlılığından danışır. Baxın, burada digər hissəni göstərim sizə. Yalnız 8 o deyil. 8 güşəli ulduzdan, Günəşin 8 şüasının olduğundan, yəni inanclardan danışır, 8 planetin olduğundan. Ona görə bu mətndə daha çox 8 sözünə rast gəlirik. Baxın, 8 sözünə rast gəlirik. 8-dən başqa inanc sözünə rast gəlirik. İnsanlar nəyə inanırsa olur. Bir də tarixdə 8-in yerinə rast gəlirik. Belə deyək, bəlkə siz müharibə deyəcəksiniz, bəlkə rəqəm deyəcəksinizsə, bunu da fikrinizə əsaslandıra bilərsiniz. Mən fikirlərimi bunlarla əsaslandırıram. Amma bu konkret cavablar budurmu deyil. Hər birini qoya bilərsiniz, amma hər birində öz fikrinizi əsaslandırmalısınız. Mətndə Azərbaycan tarixlə bağlı hansı hadisələr verir? Azərbaycan tarixlə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında danışır. 44 günlük müharibə haqqında danışır. 28 may haqqında danışır. Mətni oxuduqca bunları görəcəksiniz. Hansı sualların mətnin məzmunu ilə cavablandırmaq mümkündür? Azərbaycan Demokratik Cümhuriyyəti neçə il fəaliyyət göstərdi? Baxın, bu sual haqqında yuxarıda bizə qısaca da olsa məlumat verir. Baxın, 28 may 1918-ci il ilk respublika. Çox qısa oldu. Baxın, 1920-1918 biz burada artıq neçə il fəaliyyətdə olduğunu görə bilirik. Görə bildiyimizə görə bu sualı cavablandıra bilirik. 2 il. Neçənci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi? Baxın, öz müstəqilliyini bərpa etdiyi haqqında məlumata da deyəsən rast gəlirik. Mən mətni oxumuşdum. Baxın, 71 il sonra biz ili ən azından burada 1920-nin üstünə 71 gələnə 1991-ci il kimi o suala cavablandıra bilərik. 1991-ci il. Bunu da cavablandıra bilərik. Qarabağ müharibəsinin başlanma səbəbi nə idi? Torpaqlarımız işğal altındaydı. Ona görə işğaldan azad etməliydik. Bu var yuxarıda. 44 günlük müharibənin başlanma tarixi hansı günə təsadüf edir? Bu haqda məlumat birbaşa verilməyib. Baxın, çünki 8 noyabrdan danışdığına görə biz 8 noyabrdan 44 gün çıxıb həmin günü biz
tapa bilərik. Ona görə, mənə görə bütün sualları cavablandırmaq olar. Mətni yazmaqda müəllifin məqsədi nədir? Mətni yazmaqda müəllifin məqsədi ümumiyyətlə xalqların tarixində rəqəmlərin rolu haqqında danışmalıdır. Çünki orada inanclara görə bəziləri necə deyirlər, 8 şua ilə 8 bucağın isitməni bu haqda məlumat verir. Həm də bizim tariximizdə 8 rəqəmin necə deyirlər, müqəddəsliyin mi deyək, rolunu mu deyək, bizə çatdırır. Mənə görə xalqların tarixində rəqəmlərin, yəni bəlkə başqa xalq yoxdur burada, yalnız 8 rəqəmlə danışır. Bəlkə mənim yadımdan çıxıb. Bax, Azərbaycan xalqında belədir. Yuxarıda gördüyünüz kimi bəzi inanclara qədim insanlar 8, ancaq yox. Gəlin onu götürməyək. Çünki xalqlar deyəndə burada bir dənə Azərbaycan xalqına danışır. Ona görə biz 8 rəqəminin rəmzi şəklinə baxın. Ona görə C variantı olacaq. Çünki rəmzi şəkildə mənalandırmaqla bizim yaxın keçmişimizə qayıdır ki, bizim 8 rəqəminin nəyə görə biz uğurlu rəqəm və yaxud müqəddəs rəqəm və yaxud müqəddəs deməyək də rəmzi rəqəm kimi adlandırırıq. Azərbaycan xalqının taleyində bundan sonraki bir mətnimiz də olacaq, onu indidən qurum. Azərbaycan xalqının taleyində başqa hansı rəqəmləri uğurlu və yox? Uğurlu rəqəmlərimiz, belə deyək, uğursuz rəqəmlərimizdən biri Azərbaycan xalqının taleyində 20 yanvar, 31 mart soyqırımdır, 26 fevral Xocalı soyqırımıdır. Bu kimi qanlı yaddaşımıza yazılan tarixlər ki, var, onlar uğursuz. Uğursuz deməyək, yəni bizə faciə ilə anılır, amma hal-hazırda 8 noyabr, 9 noyabr bayraq günü, 28 may, 18 oktyabr bizim xalqımız üçün fəxrlə deyə biləcəyimiz günlərimizi də uğurlu hesab etmək olar. Növbəti mətn var, 9 və 9-lama mətni. Gəlin onu sizinlə birlikdə dinləyək. Ve 9'lama. Qədimdə bir çox xalqlarda, o cümlədən türklərdə 9 rəqəmi müqəddəs rəqəmi hesab edilirdi. İndiyə qədər də dilimizdəki bir çox atalar sözü və məsəllərdə bu rəqəmə rast gəlinir. Məsələn, həftə 8, mən 9. Adı çıxdı 9-a, enməz daha 8-ə. Belə bir fikir var ki, Türk xalqlarında geniş istifadə olunan bu tanaxışı 9 rəqəmini əks etdirir. Riyazi baxımdan da 9 rəqəminin özəlliyini təsdiq edən bir cəhət var. Bu ədədi başqa ədədlərə vurduqda hasildəki rəqəmlərin cəmi 9 edir. Məsələn, 9 vur 6 bərabərdir 54. 5 üstəgəl 4 bərabərdir 9. Qədim Türk xalqlarında 9-lama deyilən bir adət olub. Həmin adətə görə hörmətli adamlara bəxşiş veriləndə hər hədiyyədən 9 ədəd olmalıydı. 15-ci əsrdə Azərbaycanda Uzun Həsənin sarayında olmuş bir İtaliya diplomatı öz ölkəsinə göndərdiyi məktubda yazmışdı. Bu şöhrətli hökümdarın yanına Tatar xanının səfiri gəlmişdi. Hədiyyə olaraq hökümdara 9 qılınc, 9 xəncər, 9 yəhər və 9 xəzdəri gətirmişdi. Şirvanşahlar dövlətinin başçısı 1. İbrahimlə bağlı bir rəvayət də 9-lama adətindən xəbər verir. Müdrik hökümdar olan İbrahim bir gün eşidir ki, Teymurləngin qoşunu Şirvanşahlar dövlətinin sərhədini keçib və onun ərazisinə daxil olub. O, çoxlu bəxşiş götürüb Teymurləngi qarşılamağa gedir. İbrahim hər hədiyyədən 9 ədəd götürür. Ancaq bunlardan 8 nəfər aparır. Teymurləng bunun səbəbini soruşduqda İbrahim belə cavab verir. 9-cu mən özüməm. Bu cavab Böyük Fatihin çox xoşuna gəlir. Odur ki, Şirvanşahı öz dostu kimi qəbul edir. Beləcə, İbrahim ağlı və müdrikliyi hesabına Şirvanı işğaldan xilas edir. Zaman keçdikcə 9-lama adəti öz əhəmiyyətini itirdi.
artıq bir çoxları hədiyyə verərkən bu adətə əməl etmirdilər. Beləliklə, 9-luq gəlmə ifadəsi yarandı. Hal-hazırda bu ifadə kimisə aldatmaq, yalan danışmaq, kələk gəlmək, hiylə işlətmək mənasında işlənir. Rəqəmlərlə bağlı bir çox ifadələr xalqımızın tarixindən, adət-ənənələrindən, eləcə də dilimizin zənginliyindən xəbər verir. Deməli, keçirik biz suallarımıza. Gəlin bu görün burada nə deyir? Deyir ki, həftə 8 və 9, adı çıxdı 9-a, enməz daha 8-ə. Gəlin belə deyir, adı çıxdı 9-a, enməz daha 8-ə, yəni 9 yüksəkdir. Yüksək deməyək də, ən yuxarı nöqtə kimi götürülür. Deyir ki, əgər sənin adın da yuxarı çıxsa, bir də aşağı enməyəcək. Buna, necə deyirlər, adın pisə çıxmasın da, yəni və ya pisə də ola bilər. Daha çox bunun üçün işlədir. Adın çıxdı 9-a, enməz daha, yəni adımı pis çıxarma. Yəni yüksək, o qədər pis çıxdısa, sənin üçün bir də o aşağı düşməyəcək. Budur. Həftə 8 mən 9 nə deməlidir? Məncə nə deməli? Həftə 8 mən 9 daha bir şeyi tez-tez eləyəndə. Yəni həftə bitir, həftədən sonra da sən xəstəsən, hər həftə xəstəsən, həftə 8 mən 9. Deyir ki, ora həftə 8 mən 9 o Bakıdadır. Yəni bir şey tez-tez gedir mənasında ola işlədilir. Növbəti 7 rəqəmi ilə bağlı araşdırma ilə sualdır. 7 rəqəm, mən burada araşdırdıqlarımı sizə deyim, siz də özünüz müəyyən araşdırma aparın. 7 sözü, məsələn, 7 oğul istərəm, 7 narçuğu ilə bağlı nağıllarımız var. 7 arxa dönən bir nəslin 7 dənə, bir nəslin elə bir özündən əvvəlki 7 nəsli və yaxud baba, babamın babası, babamın babasının babası, yəni 7 arxa, indiyə kimi gələn 7 dənə babasını tanıyan 7 arxa dönən sayılır. Göyün 7-ci qatı, bu göydə 7, məsələn, bunu coğrafiya ilə bəlkə əlaqələndirlər. Məsələn, atmosfer, tiposfer, yəni o cür yarana bilər. Doğrudanmı göy qurşağında 7 rəng var? Bəli, göy qurşağında günəş vuranda 7 çalar özünü göstərir. Oktavada 7 səs bildirən not var. Bunu da musiqişünaslar daha yaxşı bilərlər. Bunu araşdıranda özünüzdə tapa görəcəksiniz neçə not var. Sözün həqiqi məcazi mənası. Bəzən ümumiyyətlə həm yuxarıda gördüyünüz kimi həftə 8 mən 9 və yaxud digərləri bu bizim qaydamızla da aid ola bilər. Bəzən məcazi mənada işlədə bilər. Sözün həqiqi mənası və məcazi mənası bu gəldi artıq qrammatika bölməsinə. Sözün həqiqi mənası deyəndə onun ilkin başa düşülən mənası, ondan sonra tövrəmə mənasısa onun məcazi mənasıdır. Gəlin baxaq. Parlaq sözünü izah edin. Daha sonra 8 rəqəm və tariximiz mətnində göy rənglə verilmiş cümləni oxuyun və bu cümlədəki parlaq sözün kontekstə görə mənasını izah edin. Gəlin, parlaq sözü bir şey parlayan, yəni günəş parıldayır, nə qəşəng parlaq rəngdir deyə bilirik. Gəlin, indi parlaq sözünü tapaq. Bu gün Azərbaycan xalqının çox əsrli tarixində ən parlaq və yadda qalan gün oldu. Baxın, buradakı ən parlaq sözü məcazi mənadadır. Yəni, günü biz bərq vurmağın, gözə gəlini parlamağın görə bilmərik. Amma biz parlaq daha yaxşı şeyə dediyimizə görə, yəni parlaq rəng deyəndə bu gözə çarpıcı rəngsə, deməli tariximizdə də gözə çarpan bir tarixlər var. O gözə çarpan sözün, parlaq sözün qoyurlar və parlaq sözün orada məcazi mənada işlədiblər. Baxın, burada sizə, məsələn, şirin meyvə ola bilər, amma şirin söhbət ola bilməz. Bu məcazi mənadır. Həqiqi mənada bir çox, görürsünüz, sözün həqiqi məcazi məna arasında müəyyən əlamata görə yaxınlıq olur. Yəni, şirin sözü o demək ki, çox ləzzətlidir. Bizim söhbətimiz də belə qəşəng ləzzətli gedir. Biz ona şirin deyib bənzədir. Məcazi məna bənzətmə əsasında yaranır. Verilmiş cümlədə fərqləndirilmiş sözün həqiqi yoxsa məcazi mənada işləndiyini müəyyən edin. Fikirlərinizi əsaslandırın. Aramsız güllə yağışı olmaz. Yəni, yağış göydən tez-tez yağdığına görə o tərəfdən də, qarşı tərəfdən də sürətli şəkildə güllə gəlir və ancaq güllə tökülürsə ona yağışa bənzədib güllə yağışı demək ola bilər. Yəni məcazi, güllə yağışı göydən güllə yağa bilməz, yağış yalnız göydən yağır. Verilmiş sözlərin mənalarını izah edib həqiqi və məcazi işlədin. Aha. Sərt sözü, yumuşaq olmayan möhkəm sərt qaya. Deməli, verilmiş sözlərin izahlarından həqiqi mənada, sərt qaya mənasında həqiqidir. Şit, duzu olmayandır. Həqiqi məna, bəli,
biri seçirik. Dəmir möhkəm, güclü, dəmir iradə bu məcazi mənadır. Metal material kimi həqiqi mənadadır. Bükmək, ana körpəsini yorğana bürüdü. Bəli, ola bilər, bürümək. Hansısa hissin təsirində məni bürüdü. Bəli, bu məcazi mənadır. Biz də həqiqi mənanı seçməliyik. Nöqtələrin yerinə elə uyğun söz yazıb ki, fe'lin məcazi mənada işlənsin. Külək yata bilməz. Ona görə buradan küləyi seçirik. Təbiət oyana bilməz. Məcazi mənadır. Onu seçirik. Qış qapını döyə bilməz. Yəni gəlib demək mənasındadır. Onu seçirik. Boylanmaq. Uşaq boylanar amma günəş boylana bilməz. Yəni biz onu bənzədirik. Ona görə məcazi mənadadır. Cümlələri fərqləndirmiş sözlərin həqiqi yoxsa məcazi mənada işləndiyini müəyyən edin. Bu mənalar arasında yaxınlığı izah edin. Mən acı biberi xoşlayıram. Bəli, acı söz yəni yandıran sözdür. Yandıran bibərdir. Bu o deməkdir ki, mənə təsir eləyən söz, kiməsə deyirsən, onun xətrinə dəyən sözdə acı söz adlandırıla bilər. Biri-birinə buna görə bənzədilib. Bizə bu həqiqi, bu məcazidir. Dostlar arasında soyuq münasibət. Baxın, soyuq su dişlərimizi göynədir. Yəni bizə ağrı verir. Belə deyək də, bu həqiqi mənada, amma soyuq münasibət məcazi mənadadır. Çünki münasibəti gedib nəyəsə əl dəyib soyuğunu hiss eləməzsən. Yəni bizi incidən münasibət, artıq bizim aramızda münasibətin olmaması soyuq münasibət halına gəlir. Qara günü, qara karandaş olur həqiqidir. Qara gün nədir? Pis ki. Qara gün belə də pis rəmzdir də, qapqaradır, heç nə görünmür. Qara gündə yadımda heç nə ilə qalmır. O günü unutmaq istəyirəm, o da həyatımda qara gün kimi qalır. Növbəti 3-cü fəsildəki təcili qan lazımdır mətnində görüşərik. Hələlik.